Gənclər və İdman Nazirliyi Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnnovasiyalar Mərkəzi, Milli Aviasiya Akademiyası və Yeni Texnologiyaların İnkişafına Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı ilə Aerokosmik Modelçilik Festivalı 2026-nın mükafatlandırma mərasimi keçirilib. Mərasimdə İnnovasiyalar Mərkəzinin direktoru Vüsal Rüstəmov, deputat Sadiq Qurbanov, Gənclər və İdman Nazirinin müşaviri Ramil Cabbarov, Sumqayıt Dövlət Universitetinin rektoru Nurəli Yusifbəyli, Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Rüfət Zamanov, eləcə də digər dövlət qurumlarının və tərəfdaş təşkilatların nümayəndələri iştirak ediblər. Mükafatlandırma mərasimində 12 kateqoriyada yarışlar üzrə 1, 2 və 3-cü yerlərin qaliblərinə medal, kubok və diplomlar təqdim olunub. Tədbirin sonunda festivalın təşkilinə və uğurla keçirilməsinə verdikləri dəstəyə görə Gənclər və İdman Nazirliyi, İnnovasiyalar Mərkəzi, Asan Viza, Asan TV və digər qurumların nümayəndələrinə təşəkkürnamələr təqdim olunub. YouTube kanalımıza abunə olun.